Salam əziz müəllimlər və şagirdlər, hər vaxtınız xeyir olsun. Deməli, növbəti tədrislik üçün, daha doğrusu bu tədris üçün növbəti dərsimizin informasiya kodlaşdırılması və miqdarın ölçülməsi mövzusunun test izahını verəcəm. Təxmini 123 idi ya da 20 idi sual olmalıdır. Video izahı keçməmişdən əvvəl, sualların izahına keçməmişdən əvvəl qeyd edeyim ki, növbəti həftədən ayın 20-ci 23-dən həm müəllimlərin işə qəbul və sertifikasiya üçün, həmçinin də abituriyent hazırlığı üçün onlayn dərslərimiz başlayır. Oktyabr demişdim, amma artıq hər şey işlərim bitib, ona görə uzatmaq istəmədim. 20-ci 23-dən inşallah başlayacağıq. Əlavə məlumat ya da qeydiyyatdan keçmək üçün nömrə qeyd edəcəm. Həmin nömrəni WhatsApp üzərindən əlaqə saxlaya bilərsiniz. Birinci suala baxaq. Qeyd olunur, konfrans salonunda qonaqların əyləşməsi üçün 180 stul mövcuddur. Stulların hər birini kodlaşdırmaq üçün ən azı neçə bit lazımdır? Bu tip suallar imtahanda rast gəlinən suallardır. İstər sertifikasiya olsun, istərsə də blok suallar olsun ya da miq fərqi yoxdur. Deməli, qeyd edir, biz öyrənmişik ki, 180 məsələn müxtəlif simvollu əlifba deyəndə deyək ki, n-in qiyməti 180-ə bərabərdir. İndi burada simvollu əlifba demir. Qonaqların əyləşməsi üçün stuldan danışır. Sadəcə məntiq odur ki, biz bilməliyik ki, 180 stul eyni olmur axı. Yəni hər biri müxtəlif stollardır da, sayırıq 1, 2 və s. 180-ə çatır. Deməli 180 dənə müxtəlif stullar düzülür. Yəni müxtəlif qonaqlar əyləşəcək. Demək 180 stul həmin o müxtəliflik sözünə görə müxtəliflik sözünə görə demək n-in qiymətini göstərir bu 180. Burada digər bir hissə necə yadda saxlayaq? Bit olan hissə biz ibit deyirik hər zaman. Məsələdə, həcm məsələlərində ya da Hartley düsturunda ibit yazırıq. Demək ki, bizdən i-nin qiyməti istənir. Burada i-nin ölçü vahidi yoxdur. Amma i-nin ən kiçik ölçü vahidi bit deyə götürülür. Deməli, n-in qiyməti verilib, biz i-nin qiymətini tapmalıyıq. Bildiyimiz n-lə i-nin olduğu bircə dənə düstur var. N bərabər 2 + i, Hartley düsturu. 180 bərabərdir 2 + i. Amma 180-ə 2 necəsə yaza bilmirik. O zaman 2-nin qüvvətinə gəlmədikdə 2-nin qüvvətləri arasını salır. Demək, 180 2 + 7-dən 2 + 7-dən böyükdür. 2 + 7 128 verir. 2 + 8-dən, yəni 256-dan isə kiçikdir. Və ən az desə, nə deyir desin, burada bu az sözü çaşdırmasın, hər zaman kiçiyi yox, böyüyün qüvvəti götürülür. Deməli, i-nin qiyməti, yəni burada 2 + i-dir, 2 + 8-dir. i-nin qiyməti bərabərdir 8 bitə, cavab olur D variantı. Yəni demək istədiyim odur ki, bu 180 stuldur. Bəzən 180 karandaş yazır, bəzən məsələn cığır yaza bilər, üzgücülük cığırı məsələlərdə göstərirlər. Bunlar bir-birindən müxtəlifdir. Yəni karandaşlar müxtəlifdir, necə ki sayını göstərdi, fərqlidir. Onda deməli o i-nin qiymətidir, sadəcə i-ni tapmaq tələb olunur. İndi aşağıdakı sualda bu dəfə rəng deyil, yəni qrafik informasiya daxil olur. 220 müxtəlif rəng, müxtəlif. Baxın, açar sözümüz budur. Götürün bunu, məsələn, rəng çaşdırırsınız. Götürün əlifba edin. 220 müxtəlif simvollu əlifba deyil. Yəni, müxtəlif, fərqli sözü hər zaman eyni göstərir. 220 müxtəlif rəngi kodlaşdırmaq üçün. Deməli, rəngin sayıdır. N-in adlarından birini rəng sayı demişdik. 220-dir. Bu zaman bu kodlaşdırma zamanı rəng dərinliyini minimal miqdarını müəyyən edir. Rəng dərinliyi də i-nin adıdır. Deməli, n-in adları rəng sayıdır, rəng çaları, simvollu əlifba, əlifbanın gücü, bir də deməli, rəng palitrası da deyə bilərdik. Bu şəkildə 5 dənə ad verilir. Amma i-yə bir dənə ad verilir, rəng dərinliyi. Bəs mənası nədir? Mənası bir simvolun və yaxud da bir nöqtənin yaddaşda tutduğu yeri göstərir. İndi 220 var, n-in qiyməti i-ni istəyir. Az əvvəlki kimi Hartley düsturuna görə. Bu da 220-yə bərabərdir. Onda
220-ni 2-nin qüvvətləri arasına salaq. 2 üstü deməli 7-dən, yəni 128-dən böyükdür. 256-dan isə kiçikdir. Kiçiyi heç vaxt götürmürük. Hər zaman böyüyü götürürük. Olur 8 nə? Bit. Ölçü vahidlərinə mütləq diqqət edək. Hər videoda, hər sualda bu cümləni işlədirəm ki, ölçü vahidinə diqqət edin. 8 sadəcə 8 yazsız gedib o variantı yazacaqsınız. İmtahanda da bu cür çaşdırıcı nüanslar olur. 8 bit. 8 bit isə 1 bayta bərabərdir. Baxın, avtomatik cavabımız dəyişdi. Cavab oldu Y variantı. Daha sonra üçüncü sual əzbər bir sualdır. Qrafik redaktorlara aid deyil. Qrafik redaktorlar bilirik ki, rasterdir, vektordur, əlavə olaraq fraktal da deyə bilərik, sözcü də deyə bilərik. Bunlara bölünür. Əsas raster vektoru öyrənirik. Paint olanlar, baxın, paint olanlar, paint, foto, bunlar raster qrafikasına aiddir. Yəni, qrafik redaktora daxildir. Bizə aid olmayan istəyir. Onda 1 ilə 5-i çıxırıq. Corel Draw isə vektor qrafikasıdır. Xətlərdən ibarət. Demək, bu da daxildir. Qalır 2 ilə 4. Bizə aid olmayan istəyirdi. 2, 4. Oracle və Access, daha sonra MySQL bu proqramlar aiddir verilənlər bazasına. Write nə deməkdir? Yazmaq deməkdir. Nəyə yaza bilərik? Mətni yaza bilərik. Demək ki, bu mətn proqramına daxildir. Bizdə də qrafik olmayanlar istəyirdi. İkisi verilənlər bazasıdır. Bu isə mətndir. Cavab olur B variantı 2 və 4. Daha sonra elektrik siqnallarını rəqəmsal şəklə qrupu necə adlanır? Deməli, elektrik siqnallar rəqəmsala keçir. Onda deyirik analoqdan analog rəqəmsal çevirici. Yəni, birinci analoqdan rəqəmsala keçir. Cümlə tərsi olsaydı rəqəmsal analog deyərdik. Bunlar analog və rəqəmsal informasiyanın formasıdır. Analog təbiətdə olan informasiyadır. Təbiət. Məsələn, ya da ki, canlı söhbətlər, yəni onu dayandırmaq kəsilməz informasiyadır. Dayandırmaq mümkün olmur. Amma rəqəmsal, buna kəsilən deyirlər, bir də diskret deyə bilər. Bu informasiya isə kəsiləndir. Məsələn, YouTube'da telefonun yaddaşında olan video, yaxud kompüterin yaddaşında olan video fərqi yoxdur. Bunları dayandırmaq olur. Deməli, bu kəsilən informasiyadır. Elektrik siqnalda rəqəmsala keçirsə, deməli, rəqəmsal ikinci tərəfdə olacaq. Yəni, analogdan rəqəmsala çevrilən bir qurğudur. 5-ci sual. 2048 simvoldan ibarət olan informasiyanın həcmi. Deməli, 2048 simvoldan ibarət bir məlumat var. O zaman yazırıq, simvol bərabərdir 2048. Bir informasiyanın həcmi 213 bitdir. Həcmin qiyməti 213-dür. Bu məsələlərdə bəzən çətinlik çəkirik. Verilənləri yazsaq, düsturu da bilirsinizsə, avtomatik yerinə yazıb rahatlıqla ala bilərik. Bu informasiya kodlaşdırıldığı əlifbanın gücünü tap. Yəni, eni istəyir. Bayaq enin 5 dənə adını saydım, bir əlifbanın gücü idi. Eni tapmalıyıq. Enə aid bir dənə düstur var, 2 üstü i düstur. Deməli, biz bunu bilmirik. İni bilmirik ki, eni hesablayaq. Bəs ini necə tapaq? Bizə verilənlər var. Düsturumuz var idi. H bərabərdir. Simvol vurulsun i bit. Aha. İni necə taparıq? Həcmi simvola bölməklə. Deməli, i biti hesablamaq üçün həcmi simvola bölməliyik. Həcmin qiyməti nədir? 213 nə? Bit idi. Ona da diqqət edək. 213 bit. Və simvol 2048, o da 211 deməkdir. Bu 13 ilə 11, bunlar iki qüvvətlər ixtisar edir. Qalır 2-nin kvadratı, yəni 4 bit. Aha. İndi yenə də məsələn son cümləsini təkrar baxırıq. Bu informasiyanın kodlaşdırıldığı əlifbanın gücünü tapın deyir. O saat 4-ü yazmırıq. Görürsünüz, 4 də saxlayıb variantda. Bizdən eni istəyir, yəni 204-dür. En bərabərdir 204, o da alınır 16 A variantı. Məsələlərin əksəriyyəti bir-birinə oxşayır. Sadəcə bir neçəsini başa düşdük, digərləri çox rahatlıqla həll olunur. Gəlin digər tərəfə atım. Sürətli yazın. Bu keçən dəfəki miq dərsindən qalıb.
İndi orada da yenə bu sualın son hissələrdir. Altın sualda qeyd edilir, qrafik təsvirin hər bir rəngi 32 bitlə kodlaşdırılır. Düşünərsiniz ki, yəqin ki, n bərabər 32. Axı dedim, n-in ölçü vahidi yoxdur, amma bu bura bit yazıb. Deməli, hər bir rəng, bir piksel ya da ki, bir simvol, bunlar i-ni göstərir. i-nin qiyməti 32 bitdir. Kodlaşdırılarsa palitradakı mümkün rənglərin sayını tapın, maksimal sayını. Yəni, rəngin sayı n-dir. 2 üstü i. Bərabərdir 2 üstü 32 olur Y variantı. Dediyim kimi adları bilməliyik. Hansı simvolu istəyir? Yəni, n-dimi, i-dimi, yoxsa h-dımı? Bunları bilib, məsələn, düsturda yerinə yazır. 7-ci sual. 128 simvollu əlifbada. Bayaqki 5-ci sual idisə bilmirəmsə, orada simvol deyildi. Simvollu informasiya deyil. Burada 128 simvollu bir əlifba. Onda n-in adından 5 adından biri simvollu əlifba idi. Demək, n bərabərdir 128-ə. Yəni, 2 üstü 7-yə. Onda 7 nəyi göstərir? Bu düstura görə, Hartley düsturuna görə i-nin qiyməti 7 bitdir. Bunu tapandan sonra davamına keçirik. Bir 128 simvollu əlifbada kod yazılmış məlumatın həcmi 350 bitdir. Deməli, h bərabərdir 350 bitə. Bu məlumat 1024 simvollu əlifba ilə kodlaşdırılarsa həcmi nə qədər olur? Tənasib qura bilərik, ya da ki, simvol düsturu ilə hesablaya bilərsiniz. 2 üsul var. Hansı sadə olsa onu yazın, çünki imtahanda vaxtımız gedir. Daha sadə yolu seçməliyik. Deməli, birinci deyirik ki, 7 bit olanda, birinci cümlədən onu çıxartdıq ki, 7 bit olanda həcmi 350 bit olur. Yaxşı, bəs burada deyir, bu məlumat 1024 simvollu əlifba. 1024 simvollu, baxın, simvollu əlifba. Simvollu əlifba. Deməli, n-i göstərir. Deyir ki, bəs n-in qiyməti 1024 olsa, yəni 210. n-in qiyməti olar 10 bit. Bəs 10 bit ilə kodlaşdırılarsa informasiyanın həcmi nə qədər olar? 10 bitlə kodlaşdırılarsa həcmi nə qədər olar? Burada da həcmlə h bərabər simvol vur ivit düsturu var idi. Orada həcm ilə düz mütənasibdir. Çarpaz vururuq. 7h bərabərdir 350 vurulsun 10. H da bərabərdir 350 vur 10-u bölürük 7-yə olur 500 bit. Bir dəqiqə. Oldu 500 bit. Demək ki, bizdən nəyi soruşurdu? Onda deyir, informasiyanın həcmi nə qədər olar? Baxın, 2 dənə 500 var. Biz ölçü vaidini bitlə almışdı, ona görə cavab yazırıq G variantı. Bəs ikinci sol nə idi? Yəni, ikinci sol yuxarıda göstərim. Deməli, ikinci sol nə idi? Burada 128 simvollu əlifbada dedik ki, n-in qiyməti 128-dir, yəni 207. i-nin qiyməti də 7 bitə bərabərdir. Bir həcm 350 bitdir. H bərabərdir 350 bit. Digər cümlədə də baxıram, yenə də n-in qiyməti verilib, i-dən istəyir. Hələ digər cümləyə keçmədən, baxıram, düsturumuz var bizim. H bərabərdir, simvol vurulsun, i-bit düsturu. Simvolun qiymətini bilmirik. Simvolu necə taparıq? Həcmi i-yə bölməklə. İkisi də bitdir. Buna diqqət etməliyik. Ölçü vahidləri eyni olsun. Deməli, 350-ni bölərik 7-yə. Oldu 50 simvol. Simvolun qiyməti tapıldı. Sonra deyir ki, bu məlumat 1024 simvollu əlifba ilə kodlaşdırılarsa, yəni n-in qiyməti 1024 olsa, 210, i-nin qiyməti olar 10 bit. İndi bu məlumat, yəni yenə də bu 50 simvollu məlumatdan danışır. 50 simvollu məlumat 10 bitdən hesablanarsa həcmi nə qədər olar? H bərabər 50-ni vurarıq 10 bitə, yenə alınar 500 bit. Cavabımız yenə də 500 bit oldu. Yəni istəyirsiniz tənasüblə yazın, istəyirsiniz düsturla yazın. İkisi də eynidir.
Daha sonra 8-ci sual. Baxın, cümlə yenə təkrarlanır. 128 simvollu əlifba. Nəyin qiyməti oldu? Aha, yəqin ki, deyirsiniz, eşidirəm, n-in qiyməti. N bərabər 128. Onda i-nin qiyməti oldu 7 bit. Və bu 7 bit nəyi göstərir? I-nin adı nə idi? Rəng dərinliyi idi. Mənası nə idi? Bir simvolun yaddaşda tutduğu yer. Deməli, bir simvol 7 bitdir. 2 simvol olsa olacaq 14 bit. 3 olsa olacaq 21 bit və s. Bir kodlaşdırılmış proqraming sözünün informasiya həcmi nə qədər? Bəs bu söz yaddaşda, bu sözdə neçə simvol var? Ki, bir dənəsi də 7 bitdəndir. 2, 3, 6, 8, 10, 11 dənə. Deməli, 11 simvol var. Hər biri də 7 bitdir. Düstura görə simvol qurulsun ibit düsturu. 11 simvol saydım, səhv eləmirəmsə, 4, 8, 11. 7 də bit. Biti də qeyd edeyim. Bərabərdir 77 bit. Baxın, 77-ni yazmasız 2 variantdadır. Siz təkrar vaxt edirib, bir də geri qayıdacaqsınız. Görürsən, bit idi, yoxsa byte idi. Elə əvvəldən böyrünə bir dənə bit sözü yazırıq ki, sonra nə olduğunu axtarmağa vaxt itirməyək. Oldu 77 bit. Kompüter qrafikasının tətbiq sahəsi deyil. Deməli, kompüter qrafikası bir neçə tətbiq sahəsi var idi. Bu, deməli, Dimin Qayda kitabında qeyd olunub. Orada virtual reallıq var idi. Elmi qrafika, işgüzar qrafika, konstruktor qrafikası, daha sonra tədris qrafikası. Bunlarda istifadə olunur. Amma təcrübi qrafika deyə bir qrafika sahəsi yox. Vektor qrafikasına aid olan proqram müəyyənləşdirin. Baxın, çox vaxt şagirdlər proqramları öyrənəndə bilirsiniz, mətn, qrafik, verilənlər bazası və s. proqram adları çoxdur. Bunu sadə yolla demişdim ki, qrafika raster vektor. Raster olanda, rasterda paint sözü var. Paint. Baxın, paint. Rasterda foto sözü var. Foto. Bir də əlavə olaraq image sözü var idi, şəkil. Əlavə bir image sözü də var. Deməli, harda paint, baxın, paint, foto və image sözlərini görsək, o rastıra aiddir. O sözlər yoxdursa, oldu vektor. Həmişə deməyək də, yoxdursa da vektordur. Məsələn, Adobe Illustrator, bayaq Corel Draw çəkmişdik. Bunlar freehanddir. Bunlar aiddir vektor qrafikasına. Rasterı yadda saxlayırıq. Paint, foto və image sözləri ilə. Bunlar varsa raster. 11-ci sual. Hansı proqram qrafik redaktorlara aid deyil? Qrafika. Baxın, az əvvəl paint dedim. Bu raster'a aiddir. Freehand dedim. Bu vektora aiddir. Baxın, foto sözü dedim. Raster'dır. Qalan iki proqram. Oracle-ı da bayaqları qeyd eləmişdim ilk suallarda. Bu verilənlər bazasıdır. Bir də Access var idi orada. Bunlar verilənlər bazasına aiddir. Oracle-da Access-dir. Bir də MySQL var idi. SQL. Bunlar deməli verilənlər bazasıdır. Qrafik redaktorlara aid deyil. Oldu cavab D variantı. Scheduler yenə qrafik proqramlara aiddir. Sonra raster qrafikasına aid proqramları seçin. Rasterı necə tapırdıq? Paint sözü ilə, paint, foto və image sözləri ilə. Bunları özünüzdə qeyd edin. Baxın, paint sözü var. Deməli, rasterdir. Paint sözü var. Deməli, rasterdir. Və image sözü var. Deməli, rasterdir. Qutardı. 1-3-6 oldu raster qrafikası. ASCII standartı ilə ən çoxu neçə simvol kodlaşdırmaq olar? ASCII-də əzbər bilirik ki, 256-dır. Yaxşı, yadımızdan çıxsa neyniyək? ASCII-də bilirsiniz ki, bir simvol 8 bit yer tutur. Da bunu yadımızdan çıxartmıyor. Və sözdə deyir, ən çoxu neçə simvol kodlaşdırıla bilər. Yəni, neçə simvollu əlifbadır. İni verib, eni istəyib. Yazırıq 208 oldu, 256 Y variantı. Bu, buradan al. Unicode-da bir simvol yaddaşda 2 bayt yer tutur. Bir simvol yaddaşda 2 bayt yer tutur. Bəs neçə simvol var? Burada 3, 6, 7 simvol var. Bir simvol 2 baytsa H bərabər simvol vurulsun ibit düsturuna görə 7-ni 2-yə vururuq, olur 14 bayt. Baxın, simvol, yəni 7 vurulsun i. Alındı 14 bayt.
Baxırıq 14 bayt yoxdur cavabda. Digər variantlarda bitlə verilib. Onu da 8-ə vurub bitə çeviririk. O alınır 112 bit. A variantı. Daha sonra ifadəsinin informasiya həcmini baytla hesablayın. ASCII-dədir. Baytla deyirsə, onda elə ASCII-də baytla götürək 1 bayt yazaq da 8 bit yazıb işimizi uzatmayaq. Bəs neçə simvol var? Dırnaq işarələrindən başqa hərfdir, rəqəmdir, nöqtədir, hər biri sayılır. 3 burada, bir dənə nöqtə 4, 3 dənə bu 7, bir dənə nöqtə 8, 10, 12, 13, 14. 14 də simvol var. 14 simvol, bir dənəsi 1 baytdan oldu 14 bayt. Daha sonra 224 sayda müxtəlif renclə kodlaşdırılmış qrafik təsvirin. Hələ sonuna baxmıram. 224 sayda müxtəlif renc var. Rəngin sayını göstərir bu. Rəngin sayı da eynin adı idi. 224. Bəs eyni biliriksə o saat eyni tapa bilərik. Eynin qiyməti də 24 bit qüvvətdə gedir. Qeyd edir, təsvirin hər bir pikselinə, yəni ini istəyir. Hər bir pikselinə ayrılan bitlərin miqdarını tapın. Bitlə istəyir. Ayrılan bitlərin miqdarı da oldu 24 bit, cavab olur D variantı. Baytla istəsəydi 3 deyərdi, amma bit dediyinə görə 24 oldu. Kodun uzunluğu 3 elementdən ibarətdir. Elementlərin hər biri 2 müxtəlif qiymət alarsa, kodların maksimal sayını müəyyən edin. Gəlin bunu fərqli yolla deyim. Kod uzunluğu. Düşünün ki, telefonunuza kod qoyursunuz və koda 3 dənə nəsə yazmalısınız. 3 elementdən ibarətdir. Məsələn, top bura A yazırsınız, bura B yazırsınız, bura C yazırsınız. İndi elementlərin hər biri, yəni bu hissələrin hər biri 2 müxtəlif qiymət alır. 2 müxtəlif nə yazaq? Məsələn, birinə A deyək, bir də B deyək. Yəni burada AB yaza bilərik, burada AB yaza bilərik. Yəni müxtəlif hansı istəyirsə yazın. Burada da 2 dənə şans var, yəni 2 dənə müxtəlif kod var, qiymət var. Burada 2 dənə müxtəlif qiymət var, burada da 2 dənə müxtəlif qiymət var. Və bunların bir-birinə olan hasili oldu 8. Deməli, neçə elementdən ibarətdir? Onları xətlərindən göstərdim. Bəs həmin yerlərə nə yazmalıyıq? İndi biz telefona kod qoyanda bu şəkildə klaviatura açılır axı. O klaviaturada nə seçə bilərəm? Bir, 2 dənə müxtəlif kod seçə bilərsin. Məsələn, ya 0-ı seçə bilərəm, ya da 1-i. Başqalara icazə vermir. Daxil olsan da. Məsələn, telefonda nömrə yazırsınız. Kiminsə nömrəsini yazırsınız. Siz heç ora hərf yaza bilərsiniz? Yox. Nömrə yerinə vuranda 0-dan 9-a qədər rəqəm klavişləri açılır. Hərflər açılmır. Deməli, burada da 2 dənə müxtəlif qiymət alır. Ya 0, ya 1, nə bilim, ya A, ya B, fərqi yox, nə istəsiniz. 2 dənəsindən başqa heç nə yoxdur. Onda ikiləri qeyd edib, onların da bir-birinə olan hasilini hesablayırıq. Daha sonra 18-ci sualda eyni tipdə. Bir kodun uzunluğu 3 element. Yenə yazırıq. 3 dənə nəsə yazmalıyıq. Hər birinə də 5 müxtəlif qiymət yazılır. Məsələn, tutaq 0, 1, 2, 3, 4. 5 dənə ədəddir. Hansı istəyirsə yazın. Deməli, burada da 5-dir. Ya 0 yazmayın, götürün A yazın. Nə istəyirsiniz? 5 dənə müxtəlif. Bu da 5'dir, bu da 5'dir. Bunlar da bir-birinə olan hasili alındı 125. 19 tipliyə bayaqdan neçə dəfədir baxırıq. Rəng dərinliyi dedim. İnin qiymətidir. 3 bitdir. Rəngin sayını istəyir. Yəni eni istəyir. En bərabər 2 oldu 8. Verilmiş mətnin 32 simvollu bir əlifbada kodlaşdırıldığını bilərək davam etmirik. Görək bu nəyi göstərir? 32 simvollu bir əlifba, simvollu əlifba. Yəqin ki, artıq əzbərlədik. Eynin adıdır. 32-dir. 205. Onda inin qiyməti olur 5. Yəni, eyni yazıbsızsa, ini yazın. Mütləq ini tapın, sonra keçin başqasına. Dil əlifbada kodlaşdırdığını bilərək 40 bitlə kodlaşdırılan söz. Deməli, hansısa bir söz var və onun həcmi 40 bit yer tutur. Bəs hansı sözdür? Bu sözlər bir-birindən nə ilə fərqlənir? Simvol sayına görə. Biri 7 hərflidir, biri 6 hərflidir, biri 8-dir və s. Onda biz simvol tapmalıyıq. Həcm var, i var. Simvol tapmaq üçün də həcmi i-yə bölürük. Ölçü vahidləri də eynidir. Alınır 8. Deməli, elə söz seçməliyik ki, 8 simvollu söz olsun. Klaviatura sözündə 10 simvoldur.
Monitor sözündə 7 simvoldur. Notebook sözü bizim cavabımız olacaq. Burada 8 simvol var. Hər biri də 5 bitdən eləyəcək 40 bit. Daha sonra School 279 sözü 64 simvollu əlifbadır. Deməli, simvol sayı neçədir? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Simvolun qiyməti 9-a bərabərdir. İndi bizdən istəyir 64 simvollu əlifbada. Yəni, n bərabər 64, i də bərabərdir 6 bit. Həcmi tapın. Just artıq neçənci dəfədir? 21-ə gəlmişik, 21-ci sualdaya. Bir 20 dəfə bu düsturu yazdım. Simvol vurulsun, i bit düsturu, həmçinin də Hartley düsturu. Simvol 9-dur, i də 6-dır. 9 dəfə 6 özü bitləndir. 54 bit. Baxırıq 54 bit A variantında. 22. Raster necə seçirdik? Yəqin ki, deyirsiniz orada. Necə seçirdik? Paint, photo, image sözlərindən. Baxın, paint, paint. Deməli, oldu 1, 4. Hansı variant? C variantı. Qutardı. Paint, foto, image sözlərini. Verilmiş zədvə fraqmentindən əsasən informatika sözünün şifrəsini müəyyən edin. İnformatika i hərfini tapırıq. Nida işarəsidir. Deməli, birinci nida ilə başlayacaq. Y variantı, B variantı 7 ilə başlayıb çıxır. İkinci hamısı da eynidir. 4-dür. İnformatika N 4-dür. F-nın kodu 3-dür. 400. Deməli, nida 400. Onun kodu 2'dir. 2. R'ın kodu 7'dir. Aha, 2, 7. Burada 9 gəlib. Ona görə səhvdir. Burada da 3'dən sonra 1 gəlib. Ona görə səhvdir. 2. Yəni, heç sonuna qədər gedib vaxt itirməyinizə ehtiyac yoxdur. Bir dəqiqə. Daha sonra 24'də raster qrafikası. Yenə necə seçirik? Paint. Burada da paint. Burada da paint. Həm də foto da var. Oldu cavab 1, 3, 6 D variantı. 25. Raster qrafik faillərin uzantısını müəyyən edin. Raster qrafikasının proqram adlarını az əvvəl öyrəndik. Paint, foto, image sözləri ilə hesablayırıq, tapırıq. Burada da faillərin uzantısı da ona uyğun TIFF-dir, GIF-dir, BMP-dir. Baxın, burada MPG videodur, AV videodur. PPT PowerPoint təqdimat proqramıdır. XLS cədvəl redaktorudur. Elektron cədvələ aiddir. Doc yazılan da dokumentdir, sənədə aiddir. Qalır bir dənə C variantı. Musiqi alətlərindən çıxan səslər əsasən hansı fail genişlənməsində olur? MIDI. Səs faillərinə aiddir MIDI və bir də MP3. MP3, sonra AIF var idi. AIF və AV var idi. Bunlar aiddir səs faillərinə. BMP yazılan qrafikdir, PNG qrafikdir, ODC bu da qrafikdir, vektor aiddir. FTP də bu heç ümumiyyətlə genişlənmə deyil. FTP fail transfer protokol, bu faillərin ötürülmə protokolu idi. Sonuncu mövzulara aiddir. 27-ci sualda RGB rəng modelində əsas rənglər hansılardır? Əzbər bilirik, R reddir, qırmızı, C greendir, yaşıl, bu da buludur, mavi. Deməli, qırmızı, yaşıl, mavi, ağ yoxdur. Elə ağı çıxanda, qaranı çıxanda qaldı Y variantı. Baxırıq 28-ə. Ağ-qara raster təsvirinin informasiya həcmi 512 baytdır. Ağ-qarada 2 dənə rəng var. Demək, N-in qiyməti 2-dir. Burada 2 üstü 1 deməkdir. O zaman i-nin qiyməti, yəni bir nöqtənin, bir pikselin yaddaşda tutduğu qiymət 1 bitə bərabərdir. Və həcmi verib 512 bayt. H bərabərdir 512 bayta. Bizə istənir təsvirdəki piksel sayının qiymətini. Qrafik üçün düstur qeyd edirik. H bərabərdir M, N vurulsun i bit. M burada piksel, N və uzun olan piksel sayını göstərir və biz piksel sayını tapmalıyıq M-ni. M-ni tapmaq üçün həcmi digərlərinə bölürük. Həcmi bölürük i bitə. Həcmin qiyməti 512 baytdır. I-nin qiyməti 1 bitdir və 512 bayt.
Ölçü vadiləri eyni olmalıdır. Ona görə baytı bitə gətiririk mütləq. 512-ni 1-ə bölüb 512 yazılır. Çünki səhvdir. Biri baytdadır, biri bitdədir. 512-ni də 8-ə vuranda neçə alınır? 4096. Cavab oldu Y variantı. Deməli, MN-in qiyməti, yəni enine və uzunluğu olan nöqtələrin hasilini tapsa, 4096 olar. Hesablayın, bu qiymətləri hesablayırıq. 1, 1, 0, 1, 1, 1, 1. İkilik say sistemindədir. Üzərinə gəlirik 0, 0, 1, 1, 1, 0. Birin üstə 0 gələndə 1, birin üstə 0 gələndə 1, birin üstə 1 gələndə 2 eləyir, amma 2-nin içərisində neçə 2 var? Bir dənə 2 var. Çünki biz götürüb 2 yaza bilmərik. İkilik say sistemində 2 yoxdur axı. Necə yazaq? Ona görə 0 yazırıq 1 yadda. Bu 1 yadda. Birin üstə 1 gəlir 2, 1 yadda 3. Üstdən bir dənə 2-ni çıxırıq. 1 qalır. Bu 1 yadda. 0-dan 0, 0. Üstə 1 də gələndə 1 yazırıq. 1 ilə 1, 2. Yenə 0 yazırıq. 1 yadda. 1 də yaddaydı. 2, 0 yazırıq. 1 yadda. Yaddanı da əvvəl atırıq. Olur ikilik say sistemində. 100, 110, 11 deyə bir cavab alındı. Olur A variantı. Bəzən onluq say sisteminə çevrilib, sonra da ikiliyə çevirirlər. Yəni, biraz uzun çəkir. Vaxt itkisi baxımından, vaxt baxımından bu cür yazmaq daha sadədir. Qrafik təsvir 4096 range çalarlı palitrada hazırlanıb. Bu nəyin qiymətidir? N-in. 4096-dır. Bu da 212 deməkdir. Deməli, N-in qiyməti 12 bitdir. Və deyib palitradakı rəngin sayı. Range çaları, range sayı bunlar eynən hər ikisi eyni göstərir. Deməli, N-in qiymətini 256 dəfə azaldıblar. Əvvəlcə 4096 idi. İndi 4096-nı 256-ya bölüblər. 4096-nı da 256-ya böləndə düşür 16. Deməli, bu 212-dir, 208-dir, 4, 16 qaldı. Qrafik təsvirin həcmi necə dəyişir? Baxın, eni tapmışıq. Hələ həcmə keçməmiş, eni tapmalıyıq. Olur 4 bit. Çünki bu 204-dür, alınır 4 bit. İndi həcmdən necə asılıdır? İlər H-la düz mütənasibdir. İ-nin qiyməti artanda həcm də artır, azalanda həcm də artır. Azalır. Əvvəlcə 12 bit idi, sonra 4 bit oldu. Necə dəyişdi? 12-dən 4-ə çatıbsa, azalıbsa, deməli 3 dəfə azalmış olur. 12-ni 4-ə bölürük, 3 dəfə. Qiymət də azaldığına görə deyilik azalır. Daha sonra 31-də 3 səhifədən ibarət olan informasiyanın həcmi 2600 baytdır. Hər səhifədəki informasiyanın həcmi özündən sonra gələndən 3 dəfə azdır. Bunu digər tərəfə atım. Aha. Deməli, 3 səhifədən ibarət informasiyanın həcmi 3 səhifədən ibarət olan informasiyanın həcmi 2600 baytdır. Hər səhifədəki informasiyanın həcmi özündən sonra gələn səhifədəki informasiya həcmindən 3 dəfə azdır. 3 səhifədir. Birinci, ikinci və üçüncü səhifə. Hər səhifədəki informasiyanın həcmi özündən sonra gələn səhifədəki informasiyanın həcmindən 3 dəfə azdır. Həcm deyil, ona görə H yazın. Götürüb X yazır bəzən müəllimlər ya da şagirdlər X yazanda sonra bilmirik, o tapdığımız X nəyin qiyməti idi? H-ı göstərirdi, simvolu göstərirdi, nə idi? Elə həcm dediyinə görə gəlin həcm yazaq. Deməli, hər səhifədə informasiyanın həcmi özündən sonra gələndən 3 dəfə azdır. Onda özündən sonra gələndən azdırsa, bu H-dır. Bu olur 3 vur H, bu da olur 9 vur H. Bu bundan 3 dəfə azdır, bu da bundan 3 dəfə azdır, düzdür. Və həcmi 2600 baytdır. H bərabərdir 2600 baytdır. Burada bunları toplayıb həcmini hesablayaq. Deməli, H üstə gəl 3H üstə gəl 9H bərabərdir 2600 baytdır. Bunları toplayanda alınır 13H bərabər
2600 bayt. H da bərabər 2613-ə böləndə alınır 200 bayt. Biz həcmin qiymətini tapdıq 200 bayt və gətirib həcmdə yerinə yazaq. Deməli, birinci 200 baytdır. İkinci ondan 3 dəfə çox 600 bayt və bu 1800 bayt. 1800 bayt. Və bizdən istənir ikinci və üçüncü səhifədə neçə simvol var? Simvolun qiyməti. Biz həcmi tapmışıq. Götürüb o saat 600 ilə 1800 yazmırıq. Çünki biz simvolu yox, həcmi hesablamışıq. Onda ikinci səhifəni istəyir. İkinci səhifəyə ayrı baxaq. Üçüncü səhifəyə də ayrıca baxaq. İkinci səhifədə nə bilirik? Həcmin qiymətini bilirik. Həcmin qiyməti 600 bayta bərabərdir. Və burada Unicode verib. Unicode'da isə i-nin qiyməti 2 bayt. Onda simvol nə qədərdir? H bərabər simvol vurulsun ibit düsturuna görə həcmi i-yə bölürük. Yəni 600 baytı bölürük 2 baytı. Alınır 300 bayt. Deməli, ikinci səhifədə 300 simvol var. Və digərinə baxaq. Üçüncü səhifə haqqında nə bilirik? Həcmi bilirik. Həcm bərabərdir 1800 bayta. I-nin qiyməti Unicode'a görə 2 baytdır. Və simvol tapa bilərik. 1800-ü 2-yə bölürük, olur 900 simvol. Demək, ikinci səhifədə 300 simvol, üçüncü səhifədə isə 900 simvol var. Cavab olur C variantı. Amma simvol yox, həcmi istəsəydi ilə burada tapdığımızdan cavabı almış olardı. Daha sonra 32-ci sual. Deməli, 32-də qeyd olunur 256 rəng çalarlı palitrada ölçüsü 256 rəng çalar. Rəng çaları E-nin qiymətidir. 208-dir. Bir də bərabərdir 8 bitə. Bilir ölçüsü 256 vur 512 piksel olan. Yəni M-nin qiyməti 256 və 512 pikseldən ibarətdir. Bu təsvirdəki rəng çaları 16-ya endirsək həcm necə dəyişir? Demək, burada həcmi tapaq, sonra bu təsvirdəki rəng çalarlarını 16-ya endirsək. Gəlin həcmi hesablayaq. H bərabər M-in vurulsun ibit düsturuna görə. Yəni 208, 209 və 8 bit. 8 bit. Demək, bu 220 alınır. Gəlin bunu kilobayta çevirək. 213-ə bölək. 213-ə böləndə alınır 128. 128 kilobayt. Və daha sonra demək, bura qədər verilən bu M-in qiymətləri ilə həcmin qiyməti 128 kilobayt. Sonra deyib, bu təsvirdəki, yəni təsvir yenə də bu təsvirdir. M-N yenə də 208 və 209-dur. Bu təsvirdəki rəng çalarını 16-ya endirsək, yəni E-nin qiyməti 16 olsa, onda I-nin qiyməti olacaq 4 bit. Həcm necə dəyişir? H hesablayaq, sonra necə dəyişdiyinə baxaq. Həcmi tapanda yenə M-in vurulsun ibit, yəni 208 vurulsun 209 və vurulsun 4 bit. Kilobayta çevirsək 213-ə bölərik, bu 2-nin kvadratıdır. Burada 210, bunlardan ixtisar gedir, qalır 206, yəni 64 kilobayt. Həcm necə dəyişdi? Əvvəlcə 128 kilobayt idi, indi 64 oldu. Demək ki, 128-dən 64-ə düşüb 2 dəfə azalır. Və yaxud heç bu həcmi hesablamadan da tapa bilərdik. Düsturumuz H bərabər M-in vurulsun ibitdir. Baxın, daha sadə yol ibit. Deməli, birincidə H nəyə bərabərdir? 208 vurulsun 209 və I-nin qiyməti də 8 bitdir. Bunu hesablamırıq, qalır. Bəs ikinci dəfə bu təsvir dediyi üçün şəklin ölçüləri dəyişməyib və 16-ya düşübsə olub 4 bit. Bu ikisinə diqqət etsək, əvvəlcə 8 bit idi. Deməli, 208, 209, dəyişən nədir? 8 bit, 4 bit.
Bir dəfə 8-dən hesablayıb, bir dəfə 4-dən hesablayırsa, əlbəttə 2 dəfə azalır. Yəni bu hesablamaları heç aparmasaz da nəticəni almış olardıq. Oldu cavab B variantı. Daha sonra 33'te 16 simvollu əlifba ilə kodlaşdırılmış sözün ikilik kodu olarsa kodlaşdırılan sözü müəyyən edin. 16 simvollu əlifba n-in qiymətidir. N bərabər 16, bu da 2 üstü 4. Demək, i-nin qiyməti 4 bitdir. Bəs i nə demək idi? 1 simvolun yaddaşda tutduğu yer 4 bitdir. Bitin mənasını biz demişdik ki, ya 0-dır ya da 1-dir. 4 bit deyirsə, yəni 4 dənə 0 birlər. Onda bunları 4-4 ayırır. 4 dənə 0 birlərə bölür. İstənilir sözün ikilik kodu bu olarsa, kodlaşdırılan sözü müəyyəndir. Burada hərfi necə tapa bilərik? Biz təkrarlanmalara diqqət edirik. Demək, burada baxırıq ki, 3-cü yerdə duran və 4-cü yerdə duran hərf kodları eynidir. Deməli, 3-cü hərflə 4-cü hərf eyni olmalı. Cəmi neçə hərfdir? 1, 2, 3, 4, 5, 6. 6 simvollu hərfdir. Müəllif sözü 7 simvoldur. Təəssüf sözü 7 simvoldur. Müəllim sözü 7 simvoldur. Qalır sellər və ləzzət sözü. Və burada da deməli, diqqət edirik. 3-cü və 4-cü hərflərin kodları eynidir. Burada da 3-cü, 4-cü hərf eynidir. Burada da 3-cü, 4-cü hərf eynidir. Bəs necə ayıraq ki, D-dir yoxsa Y? Y variantına baxsaq, ikinci hərflə 5-ci hərfin kodu, ikinci hərflə 5-ci hərf eyni hərfdir. Onda ikinci kodla 5-ci kod eyni olmalıdır. Amma baxırıq ki, eyni deyil, müxtəlifdir. Onda deməli Y variantı alınmır. Çünki Y variantı ikinci hərflə 5-ci hərf eyni hərfdirsə, ikinci kodla 5-ci kod eyni olmalıydı. Amma eyni olmayıb. Onda cavab olur D variantı. 3-cü və 4-cü hərflər eynidir. Digər qalan 4 kodlar isə bir-birindən fərqlidir. Burada da digər 4 hərf bir-birindən fərqlidir. Cavab olur D variantı. Niyə 4-4 böldük desək, burada 16 simvollu əlifba 4 bitdir. I bərabər 2, n bərabər 2 üstü 4, yəni biri 4 bitdir. Demək 4-4 bölmək lazımdır. Raster görüntünün çevrilməsi zamanı ümumi rəng çaları 4096-dan 8-ə dəyişdirilib. Rəng çaları. Yəni, n-in qiyməti 4096 imiş. Sonra n-in qiymətini ediblər 8. O saat i-ni tapmalıyıq. N verilibsə, mütləq i-ni hesablamalıyıq düstura görə. Bu 212 deməkdir. Deməli, i-nin qiyməti 12 bitdir. Bu isə 2 üstü 3-dür. Deməli, i-nin qiyməti 3 bitdir. Əvvəlcə 12 bitdən hesablanıb, indi isə 3 bitdən. 12-dən 3-ə düşübsə, demək ki, 4 dəfə azalır. 12-ni 3-ə bölürük, alınır 4. 35-ci sual. 35-də düstur, bayaq düstur yazdım, H bərabər simvol vur, ibit düsturu. İndi isə sətir səhifə simvol vurulsun, ibit düsturundan istifadə edirik. İkinci bir düsturumuz əslində digər düsturundan eynidir. Yəni, elə simvol vur, ibit deməkdir bu da. Deməli, sətrin qiyməti 32-dir, yazırıq 32. Simvolun qiyməti 64-dür, 80 səhifədir və ibit. ASCII-də də bir simvol, 1 bayt. İstəyirsiniz 1 bayt yazın, istəyirsiniz 8 bit yazın. Kilobayta çevirək. Kilobayta keçmək üçün bölmək lazımdır. Nəyə? 2 üstü 13-ə. Bu 2 üstü 11-dir. 10 ixtisar gedir, qalır 80 bölü 2-nin kvadratı. Bu alınır 20. Deməli, informasiyanın həcmi 20 kilobayta bərabərdir, amma cavabda yoxdur. Neysə səhv yazdım. Onun həcmini kilobaytla müəyyən edin. Aha, harada səhv elədim? Burada. Çünki baytdan, mən bitdən kilobayta keçdim bir dəqiqə. Burada səhv elədim. Baxın, baytla verilib, baytdan kilobayta keçəndə 210-a bölürük. Ben bunu burada yazdım. Deməli, 211 vurulsun 80 bayt. Baytdan bitə keçəndə 210-a bölürük. Bayaq 13-ə bölmüşdüm. Orada diqqətsizlik oldu. Buna ixtisar gedir. 2 qalır. 2-ni də 80-ə vuranda olur 160 kilobayt B variantı.
Daha sonra 36 mətn failinin hər səhifəsində 32 sətr, yenə də az əvvəlki düstur, deməli sətr vurulsun, səhifə vurulsun, simvol vurulsun, ibit. Hesablasaq, h bərabərdir, 32 sətirdir, 64 simvoldur, 80 səhifədir. Unicode'da da əzbər bildik 2 bayt. Amma kilobaytla istəyir, baytdan da kilobayta keçəndə 210-a bölür. Bunlar 211 verir, ixtisar gedir, elə 2 qalır. 280-ə vuranda və 2-yə vuranda alınır 320 kilobayt. B variantı. Ölçüsü 256 və 256 piksel olan qrafik təsvir 216 sayda rəngdə kodlaşdırılıb. Aha, ölçüsü bu qədər olan qrafik təsvir. Yəni bu eynidir, bu da 210-udur. 216 sayda rəngdir. Rəngin sayını verib. Deməli, e-nin qiyməti 216-dır. Onda i-nin qiyməti 16 bitdir. Yəni 2 bayt. Və həcmi istəyir. H bərabər mn vurulsun i bit düsturu. mn vurulsun i bit düsturu. Mn-in qiyməti var idi 208, 256, 256, yəni 208 və i-nin qiyməti də 16 bitdir. 204 bit. Burada kilobayta keçmək istəyirik. Bitdən kilobayta keçəndə 213-ə bölürük. Bu ikisi 212 verir. Bir dənə 2 qaldı. Buna da bu ixtisar gedir. Alınır 207, yəni 128 A variantı. 38-ci sualda eyni bu sualın tərsidir. Görək nələr verilib. Ölçüsü emin verilib. Qrafik təsvirdir. Eni və uzunluğu var. İnformasiyanın həcmi 32 kilobayta bərabər. Yəni H bərabərdir 32 kilobayt. Bu dəfə təsvirin rənglər palitrasında olan rəng sayını istəyir. Ən çoxu nə qədər rəng var? Yəni enin qiymətini istəyir. Hartli düsturunda. İni tapmalıyım. Emin vurulsun ibit düsturuydu düsturumuz H bərabər. İbiti hesablayanda H-ı bölməliyik eminə. Az əvvəl yazdım. Farklı 37-ci sualda yazdığım düsturdan ini tapanda düstur bu şəkildə gəlir. H-ın qiyməti 32 kilobaytdır. Emin isə 128-dir. 2 dəfə təkrarlanır. 207, 207. H-da 32 kilobayt. Amma sol tərəf bitdədir, axı i-biti tapırıq. Onda kilobaytı bitə çeviririk. 213-ə vurur. Məxrəc 214, ixtisar gedir, bir dənə 2 qalır. Bunlar da ixtisar gedir, alınır 16. 205, 201 oldu 204, yəni 16. Demək, i-nin qiyməti bərabərdir 16 bitə. O saat D variantı yazmayım, yazanlar gözləyin. Bu təsvirin rənglər palitrasındakı ən çoxu neçə rəng var? Rəngin sayı istənilir. Yəni, e-nin qiyməti gətirib bu düsturda yerinə yazır. N bərabər 200i. Bu da 65.536 verir. Elə cavabda var deyə 216 yazır. Deməli, 39-cu sual. Bunu digər tərəfə atın. Elə digərini atın. Deməli, deyir, ölçüsü bu qədər piksel olan monoxrom. Gəlin bir şəkillə də göstərək. Bayaq düsturla yazdım. İndi həm düstur, həm şəkil yazaq. Ölçüləri A və B-dir. Bir piksel olan monoxrom. Monoxromda bilirik ki, ağ-qara rənglər var. Yəni, monoxromda i-nin qiyməti i. I-nin qiyməti 1 bitdir. Bir informasiyanın həcmi 2 kilobaytdır. H bərabərdir 2 kilobayt. A vur B hasını tapın. Düstur nədir? Mn vurulsun i bit. Mn neçədir? Bunlardır. A vur B. Bəs i neçədir? 1 bit. Bərabərdir həcmə. Yəni 2 kilobayta. 2 kilobayt. AB-ni necə taparıq? A vurulsun B-ni istəyir. AB-ni tapmaq üçün 2 kilobaytı bölərik 1 bitə. Ölçü vaatləri eyni olsun. Kilobaytdan bitə necə keçək? 213-ə vurur. Böyle bir birər, bu da heç özü verir. Alınır sürət 214. Baxırıq variantda 214-ü necə tapaq? Bunları 2-nin qüvvətləri şəklinə gətiririk. Baxın elə burada. 256, 208-dir, 64 isə 206-dır. Bunlar da üstlər toplanılır, 214 alınır. Oldu cavab B variantı.
Digərləri yoxlasız fərqli cavablanır. 40-a baxaq. Qırxıncı sualda true color. True colorda RGB-dir. RGB-də i-nin qiyməti 3 bayta bərabərdir. Semiyakada 4 bayt. Qeyd olunur, rejimində hazırlanmış qrafik təsvirin ölçüsü 256x512 pikseldir. Yəni, M-in 208 vurulsun 209 pikseldir. Qrafik təsvirin informasiya həcmini hesablayın. H istəyib. H bərabər M-in vur bit. M-in qiyməti 208, 209 və i-nin qiyməti isə 3 bayt. Kilobaytı da elə burada keçirək, 210-a bölürük. Bunlar ixtisar edir. 207, yəni 128 vurulsun 3 qalıb. 128 də 3-ə vuranda alınır 384 oldu E variantı. Daha sonra 41-də palitrasında 256 rəng olan qrafik təsvirin informasiya həcmi 128 kilobayt. Bayaqki sualın təkrarıdır. 256 rəng var. Deməli, n bərabərdir 208-ə. Yəni, i də bərabərdir 8 bitə. İnformasiyanın həcmi 128 kilobaytdır. H bərabər 128 kilobayta. Yenə ölçülərini istəyir, yəni m-in qiyməti. M-ni də tapmaq üçün həcmi i-yə bölmək lazımdır. Yəni 128 kilobaytı 8 bitə bölürük. 128 kilobaytdan bitə keçəndə 213-dür, məxrəcdə 203-dür. Bunlar ixtisar edir, alınır 217. Demək, biz 217-ni tapmalıyıq. Burada 209-dur, 512, 256 isə 208-dir. Bunlar da alınır 217. Elə bizim aldığımız cavabın üstə düşür. Sadəcə 217-ni parçalayıb 2 vuruq şəklində göstərir. Daha sonra 42. Əgər range dərinliyi 9 bit olarsa, range dərinliyi ilk suallarda dediyim i-nin qiymətidir. i bərabər 9 bit olarsa, palitradakı rənglərin sayı, yəni n-in qiyməti, o da 209 alınır 512. 43-cü sual. Raster qrafik təsvir raster qrafik təsvir failinin çevrilməsində onun yalnız rəng palitrası dəyişib. Yalnız n dəyişib. Nəticədə failin həcmi 4 dəfə azalmışdır. Deməli, bu birinci hal olsun, dəyişilməmiş halı. Bu da ikinci hal olsun, dəyişmiş halı. Yəni, əvvəl necə idi, sonra necə oldu. Bir n dəyişib, yalnız rəng palitrası, yəni n-in qiyməti dəyişib. Bir failin həcmi 4 dəfə azalıb. Onda əvvəlcə h imiş, sonra h bölünsün 4 olub. Yəni, əvvəl olduğu kimi, sonra 4 dəfə azalıb, həcm neçə imişsə 4 dəfə azalıb. Bir əgər çevrilmədən sonra, yəni bu əvvəlki halı idi, bu da çevrilmiş halıdır. Çevrilmədən sonra 4 rəng çalarlı təsvir alınıbsa, yəni burada əvvəl n, sonra çevirəndən sonra 4 rəng çaları alınıb, 202, i-nin qiyməti bərabərdir 2 bitə. Çevrilməyə qədər neçə rəng çaları var idi, n istəyir. Deməli, əvvəlcə bizə verilənləri yazdıq. N-dir, H-dır, H-ı 4 dəfə azaltdı, N-i 2 aldı, daha doğrusu N-i 4 verib, i-ni tapdıq 2-dir. Biz tənasüb qurmalıyıq. Tənasübdə necə qururduq? Biz tənasübdə i ilə H-ın asıllığını qururduq. Çünki i ilə H dedim düzmü tənasüb. Bəs burada i nə qədərdir? Yazaq 2 üstü i. I-ni bilmirəm, elə götürüb i yazırım. Öz failini də yanına atıram. i bitir. I-nin qiyməti olanda h olur. Yəni, i-yə uyğun gəlir h. Bəs i-nin qiymətini biz 2 bit tapdıq sonra, çevrilmədən sonra.
i-nin qiyməti 2 bit olanda həcm nə qədər olub? Həcm h bölünsün 4 olub. Ne edirik burada? Çarpaz vururuq. i-ni vururuq h böl 4-ə bərabər. 2-ni də vururuq h-ı. Hər tərəfdən h-lar ixtisar olur. Qalır i bölünsün 4 bərabər 2. İni də tapanda 2-ni 4-ə vururuq. Olur 8 bit. Yenə də Y variantı yazmırıq. Baxırıq nə istənir bizdən. Çevrilməyə qədər, yəni yuxarıda hələ çevrilməmiş neçə rəng salar olur? Yəni i-nin qiyməti nə qədər olur? Bu 2 üstü i, yəni 2 üstü 8 olur 256 D variantı. Mürəkkəb sualda əsas tənasibi qrup tənasibə gətirməliyik. Bir də üzərindən keçsəm, deməli, raster qrafik təsvir faylinə çevrilməsində yalnız rəng palitrası dəyişib. Yəni, eyni artırıb azaldıb. Digərləri uyğun olaraq artıb azaldı, özü azaltmayıb. Eyni azaldı, bu da həcmə təsir edir. Nəticədə failin həcmi 4 dəfə azaldı. Əvvəlcə n idi və ona uyğun gələn olub h. Əvvəlcə bilmirik ki, həcmin qiyməti nə qədərdir, ona görə ilə h yazırıq. Götürüb x falan yazmayın, sonra bilmirik o x nəyi göstərirdi. Elə adına uyğun yazın. Həcm deyirsə h yazın. Nəticədə failin həcmi 4 dəfə azalıb. Bu birinci dəyişməmiş forması olsun. Bu ikinci sətirdə olan isə dəyişmiş forması. Faili 4 dəfə azalıb, deməli dəyişib. Yəni həcmi 4 dəfə azalıb, əvvəlcə h idi. Çevrilmədən sonra 4 rəng saları təsvir alınıb. Deməli, çevriləndən sonra rəng saları 4 olub, i-nin qiyməti 2 bit olub. Çevrilməyə qədər rəng salarını istəyir. Bəs əvvəlcə i nə qədər idi? Bilmirik. Elə i ilə götürürük. Ona uyğun gələn h-ı seçirik. i-yə uyğun gələn h. Bəs aşağıda i-yə gələn uyğun h hansıdır? i-yə uyğun gələn h. Ona da ona uyğun tənasib qurdum. Və düz mütənasib olduğu üçün çarpaz həll edib i-ni tapdıq 8 bit. Baxırıq bizdən çevrilməyə qədər, yəni yuxarıda əvvəlcə dəyişməmiş rəng salarını n-i istəyib. N də 208 oldu 256. Baxaq 44-cü sual. Bu sual sertifikasiya sualı olmuşdu. Tam bu olmasa da eynən bu tipdə orada da səhvimizdə deyildi ki 200 kilobaytı aşmır. İmtahanda düşən sual idi. Avtomatik fotokamera bu ölçülü, yəni yenə m-nin qiyməti qrafik təsvir yaradır. Bu halda şəkil faylının informasiya həcmi 300 kilobaytı aşmır. Miqdə də var idi bu sual, sertifikasiyadadır. 300 kilobaytı aşmır. Yəni indi 300 də ola bilər, maksimum 299 da ola bilər, 298 də ola bilər. Yəni 300-ü keçmir. Onda biz maksimum 300-dən götürək. Bu da həcmin qiymətidir, həcm. Palitrada rəng salarını tapın, yəni n-in qiyməti istənilir. Əvvəlcə i-ni tapmalıyıq. Deməli, m-n var, h var, amma i yoxdur. i-bit. i-biti tapanda həcmi bölürük m-nə. m-nin qiyməti 1024-dür. Və vurulsun 600-dür. Həcmin qiyməti isə 300 kilobaytdır. Sol tərəf bitdədir deyə sağ tərəfi də bitə gətirək. Kilobaytdan bitə keçirik. Bunlar ixtisarcıdır. Bir dənə 2 qalır. Məxrəc olur 211, sürətlə ixtisarcıdır. Qalır 2-nin kvadratı, yəni 4. i-nin qiyməti 4 bitə bərabərdir. Palitrada olan rəng salarlarının sayı, yəni e-nin qiyməti, o da 2 üstü i olur 16 rəng salar. Maksimum 16 rəng saları olacaq. 45. Hər bir səhifəsində 64 sətir. Bir dəqiqə. Hər bir səhifəsində 64 sətir, hər sətrində 16 simvol olan 1024 simvollu əlifbada kodlaşdırılmış 160 səhifədən ibarət kitab çapı, kitabı çap sürəti 64 olan printerdə neçə dəqiqəyə çap etmək olar? Bildiyimiz bir düstur var idi. Bayaq qeyd elədim. Sətir, səhifə, simvol və vurulsun ibit düsturu. Deməli, 24 sətirdir, 16 simvoldur. Yazaq, h bərabər 24 sətir, 16 simvol, 160 səhifə, səhifənin bu səhifə idi, 160, yerini dəyişsəz problem deyil, sadəcə yazdırma uyğun yazıraq. Və burada bunu gözləmək lazımdır. Götürüb 1024-ə vurmuruq.
İnin qiyməti deyil axı bu. Range dərinliyi desəydi, elə götürüb inin yerinə birbaşa 1024 yazar. Amma simvollu əlifba. Nə idi simvollu əlifba? N idi, 1024. Yəni 210. Deməli, inin qiyməti 10 bitdir. Bu inin yerinə götürüb 10 bit yazır. Və burada həcmin qiyməti alınır. İndi bu ədədləri bir-birinə vurmaq lazım deyil. Yəni burada buradan alınacaq cavab oldu H-ın qiyməti. H. Sonra deyir kitabın çap sürəti. Sürəti nə ilə işarə edirik? V ilə. V də bərabərdir 64 bit bölünsün saniyə. Baxın, həm həcm bitləndir, həm də sürət də bitləndir. Ona görə nəyəsə çevirmədim. Məsələn, bu kilobayt olsaydı, bunu çalışardım kilobayta çevirin. Deməli, həcmin qiyməti var, sürət var, bəs nə yoxdur? Zaman. Bunu fizikada da, riyaziyyatda da öyrənirik. Sürət zaman məsələsi. H bərabərdir VT. İndi bəzən kitablarda Q bərabər VT yazır. Eyni anlayışdır, bu da həcmi göstərir. H bərabərdir VT. Zaman yoxdur. Zaman tapmaq üçün həcmi sürətə bölmək lazımdır. Həcmin qiyməti budur. 24 vurulsun 160 vurulsun 16 vurulsun 10. Bunun hamısını bir-birinə vurub özünüzü çətinə salmayın. Ehtiyacı yoxdur. Elə vurub şəklində göstərsək bir problem yoxdur. Sürətin qiyməti də 64. Və burada bu saniyə ilə verilib. Ona da diqqət edək ki, bizdən sonda cavabı dəqiqə ilə istəyir. Deməli, bu cavab saniyə ilə alınacaq. 64 ilə 16 ixtisar edir. 4 qalır. 4 ilə 24 gedir. 6 qalır. 6-nı da bunlara vuranda alınır 9600 saniyə. Neçə dəqiqə? Saniyəni də dəqiqəyə çevirəndə 60-a bölünür. Alınır neçə? 16, yəni 160 saniyə. Dəqiqə. Oldu cavab A variantı. Deməli, ola bilərdi bu 9600 yazılsın, amma sonda ölçü vadinə diqqət edirik. Burada sürət saniyə idi. Demək, bizim cavabımız saniyə alınır və biz onu dəqiqəyə çevirməliyik. 45-ci sualda saxlayıram. Bundan sonraki sonraki hissəni növbəti günlərdə izah edəcəm. Kanala abunə olun. Videonu bəyənməyi unutmayın. Yoldaşlarınızla da paylaşın. Bugünlük bu qədər. Sağ olun. Salamat qalın.